gün hazırladığımız kurabiyə bir xəmirdən bir neçə rəngdə və dadda kurabiyə hazırlayırıq. Əgər biz buna narıncı qida boyası vurmuşuqsa, mütləq portaxalın sedrasını vurmalıyıq və yaxud qırmızı rəng hazırlamışıqsa, çiyələk və yaxud malina ilə onu birləşdirə bilərək ki, həm rəng uyğun olsun bizə, həm də dad olaraq. Yəni, qırmızı rəng bir-birinə assosiasiya eləsin. Ona görə tez başa gələn və bir xəmirdən bir neçə viddə kukers hazırlayırıq. Soyuq suya da ona görə atırıq ki, xəmirimizin tərkibində kərə yağı var. Soyuq suya atan kimi donur və sobaya gedən kimi də partlayacaq. Çatlayacaq, çox gözəl bir görünüş verəcək. Biraz da elə. Demək o partlayanlara həm su qatırlar, hə? Nə qatırlar? Suya qoyublar yəni. Yanında eləyirik də, yox, hamısını yox. Elə partlayan peçinlərimiz var ki, şəkər pudrasına batırırıq onu və yaxud nişastaya batırırıq onu. Yəni çatlamaq üçün də. Bəli. Elə hamısını suya atmırıq. Bunun özəlliyi, bu reseptin özəlliyi budur. Tez başa gəlir, rəngarəng olur, uşaqlar da xoşlayır. Yəni, kimyəvi tərkibi heç bir şey yoxdur tərkibində.